Yəni, məsələ belədir ki, ümumiyyətlə, belə deyək, bidət əhli içərisində rafisləri bu Quran təfsiri olsun və ya hədislərə münasibəti olsun, təmiz qəribə bir üsulları var. İstər bu Quran təfsirində belədir. Həmçinin hədislərə münasibətləri də belədir. Yəni, siz onların təfsir kitablarını açıb oxusaz, dəhşətə gələrsiniz. Məsələn, Təbbət yedə əbi ləhəbin və təb. Əbu Ləhəbin iki əli qurusun. Yəni, Talhanı Zübeyir. Məsələn. Vəttini və zeytun. And olsun əncirə və zeytuna. Yəni, Həsən Hüseynə. Mərəcəl bəhreyni yəltəqiyyəni beynəhumə bərzəxullə yəbqiyyən. Ər-Rəhman surəsində. Allah iki dənizdən danışır. Mərəcəl bəhreyni yəltəqiyyən. İki dəniz, yəni Fatimə nə? Əli. Və orada nə çıxır? İncinə mirvari, yəni Həsən Hüseyn. Halbuki ayənin bu məsələlərlə heç bir əlaqələri yoxdur. Çünki surə Məkkə surəsidir. Yəni Ər-Rəhman surəsi Məkkə surəsidir. Əli ilə Fatimə radiyallahu anhumə evləniblər Mədinədə. Yəni bu ayə nazil olanda Həsən Hüseyn yox idi. Əli ilə Fatimə də evlənməmişdi. Yəni saf-safadır. Həmçin hədislərə baxışları da belədir. Məsələn, Abdülhüseyn Şərafuddin Əl-Musəvi var. Bu məsələni əsas qaldıran o olur, müasir zamanda. Məsələn, Şiə məzhəbinin qədim kitablarına baxsan, Əbu Hüreyrəyə tən görə bilməzsən. Yoxdur. Ən gözəl bariz nümunə İbn Mutahhar Əl-Hillinin Minhacül Kəramə kitabıdır. Hansı ki, Şeyxülislam İbn Teymiyyə Rəhməhullah o kitaba cavab yazır. Minhacü Sünnə. İbn Mutahhar həmin kitabda əhl-i sünnətə, daha doğrusu sahabilərə qarşı təənlər gətirir. Məsələn, şübhələr gətirir. Əbu Bakra qarşı, Ömərə qarşı, Osman, Ayşə, Talha, Zübeyir və s. Amma Muaviyyədən bir kəlmə də danışmır. Bu göstərir ki, o vaxtı bu söhbət yox idi. Ona görə Şiə kitablarını açıb baxsaz, Muaviyyə radiyallahu anhudan nə qədər hədislər görəcəksiniz. Hətta öz əqidələri və öz fiqihlərinə dair. Məsələn, filan məsələ dəstəmazı pozur. Dəlil, Kitab-ül Kafidə filan cild, filan səhifə, filan hədisə görə. Baxırsan, hədisə Əbu Hüreyrə rəvayət edir. Əbu Hüreyrə rəvayəti üzərində din qurublar. Bugün təyin edirlər. Bu məsələləri də məşhurlaşdıran Abdülhüseyn Şərafuddin Əl-Musəvi olur. Bir kitab yazır, Saxta hədislər adında. Və orada qəribə bir metodu var. Hansı hədis ağlına çatmır, ağlı qəbulləmir, deyir ki, hədis uydurmadır. O hədislərdən də biri qardaşın dediyi hədisdir. Buxari və Müslimdə gələn hədisdir, səhih hədis. Canavarla öküzün danışması və ya inəklə canavarla çobanın danışması. Deyir ki, hədis uydurmadır. Əbu Hüreyrə uydurub. Niyə? Çünki necə ola bilər ki, canavar çobanla danışsın? Yəni, məntiq nə? Deyir ki, düz gəlmir. Ona görə deyib, hədis uydurmadır. Canavardan səs çıxır. Qarışqadan səs də çıxmır. Amma Allah Azza və Cəllə Quranda, Nəml surəsində Süleyman əleyhissalamla qarışqanın söhbətindən deyir. Deməli, Süleyman əleyhissalam ilə qarışqanın söhbəti Quranda yox, sünnədə gəlsəydi, deyəcəkdilər ki, uydurmadır. Əbu Hüreyrə uydurub. Quranda gəlir deyə tən eləyə bilmir. Halbuki qarışqana bir insanın danışması, bu məsələni ağla qaytarsan, lap müsibətdir. Çünki qarışqadan səs də gəlmir. Ona görə Şeyxülislam İbn Teymiyyə Rəhməhullah deyir ki, insanlar arasında olan ixtilaflar haçan həll olacaq? O zaman ki, o ixtilaflar yönələcək səmavi hökmlərə, yəni Quran və sünnəyə. Çünki səmavi hökm birdir, ağıllar isə müxtəlif. Əgər məsələni Quran və sünnəyə yönəltməyib, ağla yönəltsən, bil ki, ağıllar müxtəlifdir.
Məsələ belədir. Ona görə öz kitablarında nə qədər hədislər var, saymaqla qurtarmaq olmaz. Ən məşhur hədis o elə uzun qulaqların rəvayətidir. Peyğəmbər sallallahu aleyhi və səlləm ilə Ufeyrin danışması Kitab-ül Kafidə. Ki, deyir, anam, atam sənə fəda olsun, ey Allahın Rasulü. Anam, atam sənə fəda olsun. Uzun qulaq deyir. Deyir, həddəsəni əbi. Və həddəsəni an əbihi, an cəddihi, an əbihi. Hədis rəvayəti deyir, hədis sənədidir. Uzun qulaq, mən atamdan, o öz babasından, o öz atasından, o öz atasından rəvayət elədi ki, hədisin sənədinə bax, uzun qulaqlar silsiləsi. Və sair və ilə axır. Yəni, belə şeylər çoxdur. 2 dənə quş ilə Muhammed Baqirin söhbəti. Görür ki, erkeği quş şikayət edir. Nə olur? Dişisindən şübhələnir. Muhammed Baqir də məsələni həll edir. Belə müsibətlər saymaqla qurtarmaq olmaz. İxlasla.com saytı tərəfindən təqdim olundu.